Müğənni Nazim Pişiyarinin səhhətində problem yaranıb. Bu haqda sənətçi günortası verilişinə zəng edərək deyib. O bildirib ki, su çiçəyi tutub. Uşaqlığımı xatırlayıram, maraqlısı odur ki, ikinci dəfədir keçirirəm. Həkim dedi ki, karantin 21 gün olmayacaq və yüngül keçirdəcəksən. Qeyd edək ki, Nazim bir müddət əvvəl insult keçirmişdi. Aktrisa Pərvin Abıyeva villasının görüntülərini paylaşıb. Videoda sənətçinin villası bağa əks olunub. Qeyd edək ki, Pərvin bir neçə il əvvəl yeni villa tikdirdiyini və onun dəniz kənarında yerləşdiyini bildirmişdi. Müğənni Nurlan Əzizbəyli əsgərlikdə olan oğlu ilə bağlı paylaşım edib. Sənətçi övladının ad günü olduğunu yazaraq bunları əlavə edib. Canım oğlum, döyünən ürəyim, aldığım nəfəsim, ömrümə bahar gətirən mehranım, 20 yaşım mübarək olsun. Bugün vətənə olan borcunu başa vurub evimizə qayıdırsan. Allah hər zaman yar və yardımçın olsun. Xoşbəxt, bəxtəvər ol, atdığın hər addımın sənə uğur gətirsin. Nə yaxşı ki varımsan, oğul payım, Allah səni qorusun 100 yaşa.